Bir nəfər cavan gəldi dedi ki, bu aləmin Allaha ehtiyacı yoxdur. Allaha ehtiyacı yoxdur. Həzrət buyurdu ki, yəni deyirsən Allah yoxdur, deyir, yox, Allah yoxdur. Həzrət buyurur ki, niyə deyirsən yoxdur? Nəyə görə inkar edirsən? Dedi, nə toxunuram, nə hiss eləyirəm, nə görürəm. Mən onu necə qəbul edeyim? Həzrət buyurdu ki, sən gördüyünü qəbul edirsən də, yəni görmədiyini qəbul eləmirsən. Dedi, bəli. Həzrət buyurdu ki, bu aləmi qəbul eləyirsən də, ay, günəş, ulduzlar, hər şeydə bu qalaktikalar filan, yer kürrəsi, yaradılmış hər şeyi, bu kainatı görüb qəbul eləyirsən, deyir, bəli. Həzrət buyurdu ki, bu sənin qəbul elədiyin bu aləm, gördüyün bu aləm, hiss elədiyin bu aləm qədimdir yoxsa hadisdir? Yəni əvvəldən var idi, sonra yoxsa sonra yaradıldı? Sonra yaranıb. Dedi ki, bu qədimdir. Yəni sonra yaradılmayıb. Sonra yaradılıb deyəcək yaradanı var da. Dedi bu qədimdir. İmam buyurdu ki, milyon illər, milyard illər qabaq yaradılmış bir şey, yaranmış bir şeyin, qədim olan bir şeyi sən nə ilə müşahidə elədin? Harda görmüşdün? Sən orada var idin, görəsən onu. Deyirsən ki, milyon il bundan qabaq bu olub. Nəyə əsasən deyirsən? O əsasları izah eləməlisən. Görməklə, toxunmaqla deyil bu. İkinci bir yerdə imam qayıdır, birinə deyir ki, sən deyirsən bu hiss üzvləri ilə, axı ağlımız var bizim. Bizim sevincimiz var, bizim kədərimiz var. Kədərlənirik, sevinirik. Cazibə qüvvəsi, biz cazibə qüvvəsini görürük və niyə qəbul edirsən? Nəyə əsasən qəbul edirsən? Ağlın məhsuludur cazibə qüvvəsi. Biz ad qoyuruq cazibə qüvvəsi. Şər, xeyir biz ad qoyuruq. Şər var, qaranlıq var, qaranlıq yoxdur. Qaranlıq işığın olmamasıdır. Həzrət deyir, yaxşı, mən deyirəm Allah var, sən deyirsən yoxdur. İkimizdən biri səhv deyir də, ya bu var, ya yoxdur da. Elədir? Deyir, bəli. Deyir, yaxşı, indi mənə de görüm, toxunmaqla, görməklə, eşitməklə, iyi bilməklə, hansı qüvvə ilə təyin elədin ki, ikimizdən biri səhv deyir? Materialistlərin, ateistlərin dediyi bu məsələlər var. Ya toxunmalısan, ya gözlə görməlisən, laboratoriya şəraitində bunu müşahidə eləməlisən, toxuna bilməlisən ona. Eləyə bilməsən, onun əsası yoxdur. Sən indi deyirsən ki, ya sən düz deyirsən, ya mən düz deyirəm. Deyirəm, bunu nə ilə təyin elədin? Toxunmaqla təyin elədin, görməklə, eşitməklə, dad bilməklə, nə ilə təyin elədin? Axı sən deyirsən, ancaq bu vasitələrlə olmalıdır. Qayıdırsan, nə deyirsən? Deyirsən, ağıl. Ağılla. Demək, bunlar ağılı təsdiqləmək yox, ağıl bunları təsdiqləməlidir. Demək, ağıl elə bir varlıqdır, o toxunmaqla görünmür, o görməklə olmur onu, eşitməklə, dad bilməklə ağılı təyin eləmək olmur. Sən sevinci, qəmi toxunmaqla bilə bilməzsən. Götürüb əlinə bir dənə iqruşqanı, deyir ki, budur, mən də qarışqa yarada bilirəm da. Biyoloji olaraq bu qarışqa 250 milyon, 400 milyon neyrondan ibarət bir sinirə sahibdir. Bu qarışqa, biz baxırıq, bu bir dənə sistemdir, Allah bunu yaradıb. Bu qarışqa neyniyir? Kimyəvi maddə buraxmaqla neyniyir? Yolu göstərir o birisinə. Yəni qida oradadır. Minlərlə gen var. O genlər nə üçündür o qarışqada? Sən onu yarada bilirsən, sən gen yarada bilirsən. Sən gedirsən, götürmüsən dəmiri ya plasması, bir dənə maket düzəltmirsən. Mən sənə deyirəm, sən dəmiri düzəldə bilirsən. Mən sənə deyirəm ki, o dəmiri hansı maddələrdən düzəltmirsən, onu düzəldə bilirsən. Mən sənə qaytarıram.